Display flexible sözündəndir. Yəni o flexible da o deməkdir ki, verilən yəni bir istifadə olunan elementi bütün qəliblərə sala bilirik. Yəni istədik yəni flexible olmaq içinə düşdüyün qəlibə dərhal uyğunlaşmaqdır. Yəni bir maye kimi. Yəni bir düşünün ki, dipçəyin içərisinə taxtanı qoyursunuz. Taxtanın forması dəyişəcəkmi? Dəyişməyəcək. O flexible deyil. Amma bir də var ki, dipçəyin içərisinə torpaq tökürsünüz. Torpaq nə olur? Dipçəyin formasına uyğun olaraq dipçəyi doldurur. Yəni torpaq nədir? Flexible. Yəni düşdüyü mühitə dərhal uyğunlaşır formaca. Buna flexible xüsusiyyət deyilir. Display flex də bir xüsusiyyətdir. Yəni biz dərhal cismi uyğunlaşdıra bilirik ki, hansı formada qalsın və ana elementi veriləndir. Yəni elementin özünə display flex verəndə elementdə heç nə olmur. Elementin bala elementlərinə təsir edir. Yəni bir division display flex verirsənsə onun childlarına təsir edir. Bax, gəlirəm buradan bir dənə section yaradıram. Section'a bir dənə class verirəm. Main box. Gəlirəm bunun üçün düşürəm. Bunun üçün divlər yaradıram. Hətta divlərdən 4-5 dənə yaradıram. Vurulsun ta ki deyək 7. Hər birinin də nöqtə qoyuram, klassını yazıram. Hər birinin də klası olsun. Nə olsun? Box, child, item. Deyə 7 dənə də element yaratdım. Keçdim nəyə? CSS-ə. Nöqtə main box. Birinci buna viz verəcəm. 300 piksel. Height verəcəm. 300 piksel. Background color verəcəm. Yellow. Şimdi gələk buradan ekrana çıxardaq. Söhbət baxın bu yellowdan gelir. Baxın bu sarıdan gelir. Sarının da daxilində bizim nəyimiz var? Box child itemlarımız var. Düzdür mü? Buradan gəlirəm deyirəm ki, nöqtə box child item. Buna da bildiyiniz kodlardan verirəm. Ta ki deyək 100 piksel. 100 piksel. Height 100 piksel. Background color red. Bir də bu birinciyə padding də verək. 20 piksel. Bax. Bura 10 dana hərəsinin ölçüsü 100 piksel olan qırmızı divlərin göründü. Bu qırmızı divlər arasındakı məsafəni görmək üçün belə bir şey edə bilərəm. Hər birinə margin bottom verərəm. Tutaq ki. Bir-birlərindən hər birinin üstündə boşluq var. Margin eləsə altını da alırsın, margin bottom. Hər birinin altında boşluq var. Margin nə edirdi? Altdan boşluq verirdi, düzdür mü? Məsafə verirdi, altdan məsafə. Bax, hər birinin altında 10 pikselə qədər məsafə girdi. Həmən buradan 10 dana, 7 dənə, 10 dana, 7 dənə elementim. 7 elementimi görmüş olurum. Göründüyü kimi sarıya 300 verdiyim üçün, 300 piksel height verdiyim üçün. Qırmızılar nə oldu? Buna dedik daşıma. Qırmızılar daşdı sarının içində. Sarının həcmini nə elədilər Rıza? Sarının həcmini keçdilər. Çünki düşün, 20 piksel bu, bunun hündürlüyü 100, oldu mu 120? Bir də bunun nəyi var? 10. Oldu mu 130? Plus bunun 100'ü. 230. Bunun 10'u. 240. Bu 300'dü. Ne kadar kaldı? 60. 60'dan sonrası ne oldu? Daştı. Ona daşıma deyirik. Elementler daşır. Bak flex olmaq bunun qarşısını alacaq. Daşımanın da qarşısını alacaq. Mən götürüb height'i yığıştırsam, yəni height verməsəm, height verməyəndə height avtomatik hesablanır. Onda gəlir, baxın belə bir şey olur. Avtomatik olaraq gələcək hamını tutacaq. Height oldu nə? Avtomatik. Yetər ki hamısı yerləşsin. Bu da cib.
Amma bir də var, mən buna display flex verəcəm. Nəyə? Sarıya. Çünki sarı anadır. Anaya flex verəcəm. Anaya gəlirəm, display flex verirəm. Flex nə eləyir? Elementləri düzür yan-yana. Çünki onun default forması direction olaraq sətirdir. İndi onu da izah eləyəcəm nə demək olduğunu. Düzür yan-yana. Yan-yana düzəndən sonra da daşmaya da qoymur. Görür daşacaq, başlayır balaların izini azaltmağa özü avtomatik. Normalda nə olmalıdır? Biri bura, biri bura, biri bura, bura kimi gəlməli, düzdürmü? Amma yox. Flex qoymur daşsın. Götürdü onların izini bazılaşdı. Hər birini sıxışdırır, daşmağa qoymur. Deməli, flex nə edir? Həm bir sətrə düzür, həm də yer olmayanda qoymur ki, daşsın. Aleyküm merhaba, gəl. Sakit, qeyd götürürəm. Demək ki, nə oldu uşaqlar? Daşmağa da qoymadı. Bu margin bottom nə idi? Yuxarıdan məsafə. Ya bunlara margin left verərəm, bu səfər soldan qoysun məsafələri, də ki sağdan. Ya da ki, keçərəm anaya nə verərəm? Qəp. Bilirik ki, qəp də anaya verilən koddur. Düzdürmü? Bəs, ancaq o 100 yoxdur, heç 20 piksel yoxdur orada, balacalaşdırır. Mən bu sarının həcmini çoxalsam, sarıya desəm biz 100%, nə deməkdir 100%? Get nəyin içində yerləşmirsənsə onun tam elini tut. Bu nəyin içində yerləşir? Body'nin içində, düzdürmü? Section'ı nəyə yazmışıq? Body'yə, düzdürmü? Body'də bütün ekran olduğu üçün deyirəm get body'ni 100% tut. Yəni nəyin içindəsə onu 100% tut. Tam ekran olacaq. Tam ekran. 100 bura kimi gəldi. Bu da oldu tam ekran. Aydındır mı? Niyə birbaşa flex, niyə birbaşa yan-yana düzür? Əslində onu eləyən flex deyil. Flex eləyir, flexible xüsusiyyətidir. Söz olaraq flex olan elementlərin default flex directionları, flex direction deyə bir dənə kod var. Flex direction. Flex direction'ın row və column deyə xüsusiyyətləri var. Bunun default row'dur. Nə deməkdir row ingilis dilində? Row, sətir deməkdir row ingilis dilində. Bunun default nəymiş? Sətir. Deməli, mən bura flex direction row yazmaqla yazmamaq eynidir. Display flex yazanda avtomatik direction nə olur? Row. Aydındır mı? Avtomatik direction olur row. Bax, heç dəyişmir. Çünki zaten bu özündə var idi. Amma onu təbii olaraq column eləyə bilərəm. Mən götürüb buradan column yazsam, bu zaman nə olacaq? Sütun üzərindən başlayacaq formalaşma. Heç nə yazmasan row'dur. Yaza columnda, row'da yaza bilərsin. Aydındır? Və heç nə yazmıram. Çünki hələ ki mənə row. Heç nə yazmamaq, row yazmaq. Default'u row'dur. Aydındır? Bu formada qalır və keçirik flex'ə tabi olan xüsusiyyətlərə. Display flex verdim, qəp verdim. Flex düzdür, flexible xüsusiyyətləri daşmanın qabağını alır falan filan. Lazım gəlsə həcmləri kiçildir, bayaq gördük, izlər kiçilmişdi. Bu cür xüsusiyyətlər eləyir və araya qəplə nə yedim? Məsələ verdim. Yəni display flex olmasa qəpin anlamı yoxdur. Qəp nəyə tabidir? Display flex. Qəp display flex'ə tabi olduğu üçün justify content də display flex'ə tabidir. Gəlirəm nə yazıram? Justify content. Justify content də display flex'ə tabidir və bunun da xüsusiyyətləri var. Bunlardan biri center'dır. Justify content əgər flex'im row'dursa, hal-hazırda row'dur, default'um row'dur. Row'dursa justify üfüqi istiqamətə hökm edir. Aydındır mı? Column'dursa justify şaguliyə hökm edəcək. Rollar dəyişir. Hal-hazırda row'yam, düzdürmü? Flex direction'um row'dur. Flex direction'um row olduğu üçün onda məndə justify nəyə təsir edəcək? Üfüqi istiqamətə. Mən demişəm üfüqidə center. Yəni üfüqi istiqamətdə balalarını mərkəzə yığır. Bu o deməkdir. Və bu da ötürüb üfüqi istiqamətdə balaları mərkəzə yığacaq. Bax, yığır. Aydındır.
Mən burada bağların sayını azaldacam sizə daha yaxşı izah edeyim deyə. Elədim bunu 3. Düşdü bura. Center'dan başqa nə var? Hətta 2'ye endirim elə deyəcəm. 2 ilə daha yaxşı olacaq. Gəldi 2'yə. 2'də fərqi yoxdur. Center yenə center'dır. Center'dan başqa nəyim var? Ən çox istifadə etdiyimiz space'in 3 dənəsi var. Space nə deməkdir? Məsafə. Between nə deməkdir? Arasında. Nə oldu bu? Arasında məsafə saxla. Elementlərin arasında məsafə saxla. Belə oldu nə eləyir? Elementləri künclərə sıxır. Başa Space between. Dedim ki, balaların arasında məsafə saxla. Birini bu küncə qoydu, birini bu küncə. Yəni bunlar çox rahat CSS yazmaqda kömək edir. Bir dənə bala bura, bir dənə bala bura. 3 dənə bala olsa necə olardı? Bəli, 3-cü ortada 4 nə edir bu? Sahəni elementlərin sayına bölür, künclərə sıxışdırır. 3 dənədirsə, böldü 3 yerə. Birini atır bu küncə, birini atır o küncə, məcburi 3-ünü saxlayır ortada. 4 dənədirsə, bölür 4 yerə. Hərəsini öz küncünə sıxır. Tutaq ki, olaydı nə qədər? 4 dənə. Yəni, nə edirəm? Bundan 2 dənə də artırıram. Gəldim bura. Bax, biri bu küncdə, biri bu küncdə. Onlar da öz məsafələrində künclərə sıxıldılar. Nə oldu? 4'ünün də arasında eşit qədər boşluq. Aradakı boşluqlar eyni. Eşit qədər boşluq. Təbii olarak da qəf də var. Qəf də öz rolunu deyir. Sonra gəldik nəyə? Space evenly. Space evenly deyir. Space evenly dibə sıxmır. Bu nə edirdi? 4 yerə bölürdü, hərəsini dibə sıxır. Düzdürmü? Bu isə 4 yerə bölür. Hərəsini ortaya gətirir. Öz ortasını. Baxın, belə bir effekt yaranır. 4 yerə böləcək, öz orta. Bax, buraya gələcək. Bu biraz sürüşəcək bu tərəfə, bu biraz bu tərəfə, bu da biraz bu tərəfə. Belə bir sürüşmələrin olacaq. Bax, 4 yerə bölür öz ortasına. 4 yerə bölür öz ortasına. Hərəsini böləndən sonra öz ortasına gətirmiş, çıxartmış olur. If yerindən əlavə bir də var space around. Daha doğrusu around, bunu qarışdırdım deyəsən. Əslində around bölür ortaya gətirir. Evenly isə bölüb between kənara sıxırdı, evenly içə doğru. Onlar daha biraz yaxındır. Yəni biraz bağların yaxın olmağını istəsən evenly, biraz uzaq around, tam künc between. Aydındır. Bu cür fərqləri var. Evenly biraz içə doğru, around tam orta məsafə, between ən küncə sıxır. Aydındır. Bu olur nə istiqamətdə? Üfüqi istiqamət. Bir də var şaquli. Şaquli görməyim üçün sarının nəyi olmalıdır? Heyti olmalıdır, düzdürmü? Çünki hal-hazırda avtomatikdir. Mən buna bir dənə heyt verəcəm. Deyirəm ki, 600 piksel qədər sənin heytin olsun. Və belə bir şey. Düzdürmü? İndi gəlirik nəyə? Uşaqlar. Justify content verdik. Şaquli istiqamətinə baxan isə align items. Gəlirəm, deyirəm, align items. Align items da center kodunu ala bilir, start kodunu ala bilir və end kodunu ala bilir. Gəlirəm, deyirəm, center. Nə demişim mən? Şaquli istiqamətdə də mərkəzə yığ. Belə yığmışam, B'ye də yığacam. Düz ara gələcək ortaya. Bax. Bu istiqamətdən arounddur, bu istiqamətdən center. Aydındır? Desəydim ki end, flex end, yəni flexləri bir sona doğru yığ. Onda gəlirəm, görürəm ki, buradan uşaqlar end'e yığır, sona. Flex start əvvəldir, flex end. Default nəymiş bunun? Flex start. Heç söyləmədən başa yapışmışdır. Deməli, bunun default nədir? Flex start. Yəni, heç nə yazmamaq, flex start yazmaqla hal-hazırda eyni. Bax belə.
Hə, amma indi tema dəyişir. Tema nədir? Mən bunları alıram komuta. Buraya əlavə bir şey edirəm. Komuta alsam belə bir şey olacaq. Belə yığışacaqlar. İndi temanı dəyişirəm. Eləyirəm flex direction call. Yəni sütun üzrə düz. Bax düzdüm. Yaxşı, justify neyini yeri? Üfüqidə ya mərkəz, ya künclər, ya orta, nəsə. Düzdürmü? Hə, amma flex direction kolum olubsa, artıq justify-ın üfüqlə işi yoxdur. Justify artıq şaquliyə baxır. Direction kolumsa. Yerlər dəyişir. Align keçir üfüqiyə, justify keçir şaquliyə. İndi mən gəlirəm justify ilə bağlı. İndi bunu götürürəm buradan. Ay qardaş, o da adam səsi çıxardım. Gəldim bura. Hətta align hərki saxlayıram, beynimiz yanmasın. Bunu da eləyirəm nə? Daha rahatı center. Artıq bayaq justify bu istiqamətdə mərkəzə yetirirdi. İndi bu istiqamətdə mərkəzə direction kolumdur. Bax, bu istiqamətdə justify mərkəz. Justify öz işləmə prinsipini dəyişir. Bayaq üfüqidə idi, indi şaqulidədir. Desəm, eyni qayda yenə gəlir, öz yerində qalır. Space between desəm, space between desəm. Birini bu küncə, birini bu küncə sıxmağa başlayır. Eyni qayda olduğu kimi tətbiq olunur. Even də eynidir, around da eynidir, center gördük, between gördük. Aydındır? Yox. Çapda olur. Yəni, hazır belə kod yoxdur da, gələk nəsə özünü işləyəsən. Necə hazır funksiyalarımız olmur deyə özümüzdən funksiya yazır. Bu da belə. Yəni, özünün nətərsi gətirir, elementlər yarat falan filan elə yəni. Amma belə hazırı yox. Hə. Burada bir dəfə. Gəldim indi align itemsa. Align item nə işləyəcək? Üfüqdir. Çünki kolumdur. Buna fikir verirsiniz. Hə, flex start demişəm. Elə başda qalacaq. Center desəm. Dedim ki, flex start. Heç nə yazmadan elə ki, default start. Eynən row kimi. Baxın. Bu between-i yerinə yetirir. Justify between-i şaquli istiqamətdə, align-da üfüqi istiqamətdə center var. Aydındır. Şey deyə bilərsən. Flex end desən, gəlib yapışacaq. Bu istiqamət. Əsər verir. Bu oldu display-in ən çox istifadə olunan teması. Yadda qalar. Bunu da onda qeydini saxlayaq.